Salam dostlar, bugün pərdə arkasını göstərəcəz və bir gün video çəkmədim ki, videolarım kəsfətə düşsün. Ayrıca da yorumlarınız və like'larınız üçün təşəkkür eləyirəm. Həm YouTube kanalıma abunə olmayı yadınızdan çıxartmayın və TikTok hesabıma da girməyi yadınızdan çıxartmayın. İndi pərdə arkasını eləyirik. Siz indi bilirsiniz ki, hər şey çox asandır və qolaydır. Amma siz izlədiyiniz videoyu 1-2 dəqiqədə, amma mən onu eləyəndə əslində yarım saat, 20 dəqiqə zat mən onu hazırlaşıram, sonra videoyu çəkirəm. İndi pərdə montajı eləyəndə anam mənə bir damcı kömək eləyir. Məsələn, çox şeyi səhv eləməməliyəm də. Bir dənə belə səhv olsa kəsfətə düşməyə bilər. Məsələn, musiqi pis qoysam kəsfətə düşməyə bilər. Bu videoları hazırlasanda 30 dəqiqə, 20 dəqiqəmiz adımı alır. Amma belə videoyu çəkəndə eləyə bilirəm. Çünki hazırlaşıram. İndi dostlar, sizə videolarımı harda çəkirəm, daha çox harda çəkirəm, onu göstərəcəm. Dostlar, bir dənə də videolarımı çoxlu şəkildə burada çəkirəm. Videolarda arxa fon yaxşı olmalıdır, arxa işıq yaxşı olmalıdır. Dostlar, bir dənə də indi mənim mikrofonum yoxdur. Amma gələcək çəkiləşlərimdə əlimdə olacaq. Bir dənə də mənim portativ lampam yoxdur, amma o da indi olacaq. Amma indi belə led lampaları kullanaraq eləyirəm. Onlarla da videolarım qəşəng işıqla olur. Bəzən öz otağımda da çəkirəm. Burada qəşəng olur və vlog videosunda görmüsünüz. Bir dənə də dostlar, arxa fon işığı çox yaxşıdır. Led işığı məsələn çox önəmlidir. Çünki led işıq görsənməyəndə videonun özü də pis görsənir. Bir dənə də dostlar, mən videolarımı bu tripod sahəsində çəkirəm. Bir dənə də dostlar, videolarımı bu tripod sahəsində çəkirəm. Belə onun işığı da var. İstəyəndə yandırıram və daha qəşəng videolarım olur. Dostlar, bugünlük məndən bu qədər. Sağ olun.